Hələ neçə illər bundan qabaq bizim ən böyük müğənnimiz vardı, yadınıza gəlir. İlham Quliyeva gəlib, mənəm, Əkrəm Əylislidir, bir professordur, bir də İlham Quliyevadır. İlhama gəldi, mən oturduğum kreslo var, benim yerim idi həməşə orada oturmaq. Bu gəldi, oturdu, oturanda görür, yerləşmədi oraya. Çünki qabariti böyükdür. Axırı getdi, da oturdu. Oturan kimi mikrofonu aldı, hələ yeni də başlayıb zat. Dedi ki, Azərbaycanda musiqi yox idi, mən gəldim, mən musiqi yaratdım, mən xaricdə Azərbaycanı təmsil elədim, mən. Bax, bax buyam, mən gözələm, mən primadonnayam. Gördüm Əkrəm Əylisli belə bir, dedim, mənə qaçdı, çıxmışdı. Mən narahat olmadım. Dedim ki, hörmətli İlhamə xanım, qutardınız mı? Dedi, qutardım. İlhamə xanım, çox üzr istəyirəm. Elm sübut edir ki, kim özündən müştəbehsə, kim özünü başqasından üstün tutursa, kim özünə tənqidi yanaşmırsa, elm sübut edir ki, o dəlidir. Yox, mən dəli deyiləm. Dedim onu, vallahi məndən də, mənim də acığım tutur. O elmi avtomatı al əlinə, güllələ ginən 72 dənə güllə vurana qoy ölsün o elm. Seyid Cahan deyir ki, mən tarixi bir şəxsiyyətəm, məni kimisi yoxdur burada Azərbaycanda, nə bilim mən niyə yoxdur. Mən də deyirəm ki, kim özü tarixi şəxsiyyət hesab edirsə, onun şizofreniyanın manyakal forması var. Bir depressiv forması var, sakitcə durur. Ged o dəlxana qızım, orada deyir ki, mən Leninəm.